Xoş gördük. Bugün birlikdə çox maraqlı bir şey edəcəyik. Xüsusilə birinci sinfə gedən övladınıza ailə üzvləri haqqında ilk ingiliscə sözləri necə öyrədə biləcəyinizin ən asan və ən əyləncəli yolunu göstərəcəm. Məqsədimiz odur ki, bu proses həm sizin, həm də balacanız üçün yadda qalan bir maceraya çevrilsin. Hazırsınız? Onda başlayaq. Yəqin ki, bu sual bir çox valideyni düşündürür. Bilirsiniz, hər şey uşağın yeni bir dilə həvəsli olmasından başlayır. Bunun da ən yaxşı yolu, inanın ki, öyrənmə prosesini cansıxıcı bir dərsdən çıxarıb, əsl bir oyuna, bir kəşf macerasına çevirməkdir. Gəlin, elə bunu birlikdə edək. Süper! İlk olaraq, ən yaxınlarımızdan, yəni hər bir uşağın gündəlik həyatında olan əsas insanlardan başlayacağıq. Bu sözləri bir-bir tələsmədən nəzərdən keçirəcəyik. Və təbii ki, hər kəsin bildiyi və sevdiyi o ilk sözlə başlayırıq. Ana. Yaxşı, gəlin görək, bu möhtəşəm söz ingilis dilində necə səslənir? Baxın, ingiliscə anaya mom deyirik. Tələffüzü də gördüyünüz kimi çox sadədir. Mom. Gəlin övladınızla birlikdə təkrarlayın. Hazırsınız? Mom. Əla. İndi isə keçirik növbəti əsas ailə üzvünə. Biz ata deyirik. Bəs görəsən ingilis dilində hansı sözü işlədəcəyik? İngilis dilindəki qarşılığı dad. Bu da eyni ilə mom kimi çox asandır, deyilmi? Tələffüsü də eləcə dad. Övladınızla birlikdə bir neçə dəfə təkrar edin. Dad, dad. Çox yaxşı. Ailəmizi tanımağa davam edirik, əlbəttə. Sırada bacı sözü var. Gəlin baxaq, bu sözün ingiliscə tərcüməsi və səslənməsi necədir? Bu sözümüz sisterdir. Tələffüsünə biraz diqqət yetirək. Sister. Fikir verirsiniz, sonda yüngül bir ə səsi var. Gəlin məşq edək. Sister. Afərin. Və əsas ailə üzvlərindən sonuncusu. Biz qardaş deyirik. Bəs ingilis dilində necə olacaq? İngilis dilindəki qarşılığı brother-dır. Tələffüzü biraz daha fərqlidir. Brother. O z səsinə bənzər səsi çıxarmaq üçün dilin ucunu yüngülcə dişlərin arasına qoymağa çalışın. Gəlin yoxlayaq. Brother. Möhtəşəm. Gəlin indi öyrəndiyimiz bu 4 vacib sözü birlikdə təkrar edək. Bax, bu cədvəl onları yadda saxlamaq üçün əla bir köməkçidir. Gəlin birlikdə səsləndirək. Mom, dad, sister və brother. İndi isə ailənin daha yaşlı, daha təcrübəli və ən şirin üzvlərinə keçirik. Artıq təməl bilgilərimiz var, elə deyilmi? Gəlin bunun üzərində daha da irəli gedək. Hamımızın sevimlisi, nənə. Bu sözün ingilis dilindəki qarşılığı da elə özü kimi çox şirindir. İngilis dilində nənə üçün grandma sözünü işlədirik. Gəlin tələffüzünə baxaq. Grandma. Sanki iki hissədən ibarətdir. Grand və ma. Birlikdə deyək. Grandma. Nənə varsa, deməli baba da var. İndi isə nənənin yanına babanı da əlavə edək. Biz baba deyirik, gəlin ingiliscəsini də öyrənək. Və baba üçün isə grandpa sözü istifadə olunur. Tələffüzü grandma sözünə o qədər bənzəyir ki, grandpa. Bu oxşarlıq, bilirsiniz, uşağın bu sözləri yadda saxlamasını lap asanlaşdırır. Bəli, nənə və baba, yəni grandma və grandpa. Görürsünüz, hər ikisi grand sözü ilə başlayır. Bu, onları bir cüt kimi yadda saxlamaq üçün əla bir ipucudur. Gəlin bu cütlüyü birlikdə təkrarlayaq. Yaxşı sözləri öyrəndik, indi isə ən vacib və ən əyləncəli hissə gəlir. Tətbiq etmək. Unutmayın, xüsusilə birinci sinif şagirdləri üçün öyrənməyin ən yaxşı yolu oyundur. Gəlin bunu çox sadə, amma effektli bir oyuna çevirək. Birinci, bütün sözləri uşaqla birlikdə ucadan təkrarlayın. Sonra tələffüzü biraz məşq edin. Və ən əyləncəli hissə, evdəki ailə üzvlərini və ya onların şəkillərini göstərib, övladınızdan ingiliscə adlarını soruşun. Məsələn, anasını göstərib, "Who is this?" deyə bilərsiniz, o da sevinclə "Mom" deyə cavab verər. Və bu fikri möhkəmləndirmək üçün gəlin dahi Einstein'in bu sözünü xatırlayaq. Uşağınız oynayarkən əslində dünyanı və yeni bilgiləri kəşf edir. Öyrənməyə bu cür yanaşsanız, həm sizin, həm də evladınızın həvəsi qat-qat artacaq. Və sonda sizə kiçik bir sualım var. Bugün övladınızla birlikdə öyrəndiyiniz o ilk ingilis dili sözü hansı oldu? Unutmayın, bu kiçik addım sizin birgə öyrənmə maceranızın yalnız başlanğıcıdır. Bugünkü uğurunuzu qeyd edin və yeni sözlər kəşf etməyə həvəslə davam edin. Uğurlar!